Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər nişan, istərsə də adi hədiyyə məqsədi ilə alınan qızıl məmulatlarında saxtakarlıq halları alıcıların narahatlığına səbəb olur. Milli Az xəbər verir ki, vətəndaşlar öz əmanətlərini dəyərli metal olaraq qorumağa çalışsalar da, bəzi satıcılar bu inamdan sui-istifadə eləyərək saxta və keyfiyyətsiz məhsullar təqdim etdikləri iddia olunur. Bəs doğrudan da bazarda saxta qızıllar varmı? Satıcılar isə bunu inkar edirlər. Onların sözlərinə görə qızıl alarkən onlara hər hansı bir sertifikat təqdim olunmur. Amma qızılın üstündəki problar zavod olduğu üçün onları dəyişmək olmur. Qanunvericiliyə əsasən pərakəndə satış obyektlərindən alınan qiymətli və yarım qiymətli metallardan və daşlardan hazırlanan zinət əşyaları geri qaytarılmır və dəyişdirilmir. Ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanına əsasən bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi anti-inhisar və istehlak bazarına nəzarət dövlət agentliyinə tapşırılıb. Qurumdan sorğumuzda cavab olaraq bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna uyğun olaraq 2026-cı il yanvarın 1-nədək bu sahədə yoxlamalar müvəqqəti olaraq dayandırılıb. Bu da saxta məhsul satışının qarşısının alınmasını çətinləşdirir və vətəndaşların hüquqlarının qorunmasında boşluqlar yaradır.